Bugün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Qarabağ və Kopenhagen komandaları üz-üzə gələcək. Qeyd edilir ki, qarşılaşma həm turnir cədvəli, həm də psixoloji üstünlük qazanmaq baxımından hər iki klub üçün əhəmiyyət kəsb edir. Oyundan gözləntilər nələrdir? Hansı komanda qələbəyə daha yaxın sayılır? Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, sözü gedən qarşılaşma hər iki klub üçün növbəti mərhələyə vəsiqə qazanmaq baxımından strateji əhəmiyyət kəsb edir. Kopenhagen turnirin favoritlərindən olan Bayer Leverkusenə qarşı heç-heçə nəticə ilə vacib bir xal qazanıb. Qarabağ isə Portuqaliyanın aparıcı klublarından biri olan Benficanı məğlub etməklə yalnız Avropada deyil, bütün futbol ictimaiyyətində səs-küyə səbəb oldu. Bu zəfər dünya mediasında da geniş rezonans doğurdu. Məhz bu səbəbdən hər iki komanda qarşılaşmaya ciddi şəkildə hazırlaşıb. Bunu həm oyun əvvəli mətbuat konferanslarında, həm də öncəki daxili çempionat oyunlarında göstərilən yanaşmadan görmək mümkündür. Hazırlıqlar maksimal səviyyədə aparılıb. Eyni vaxtda hər iki komandada itkilər var. Təbii ki, bu Qarabağ üçün də keçərlidir. Komandamız üçün ən ciddi itki isə Marko Yankoviçin zədə səbəbindən oyunu buraxmasıdır. O, komanda üçün önəmli oyunçudur. Ancaq Qarabağın oyun sistemi fərdi futbolçulara deyil, kollektiv sistemə əsaslandığından bir oyunçunun yoxluğu komandanın ümumi oyununa ciddi təsir göstərmir. Komanda üzvləri bir-birini əvəzləmək bacarığına malikdirlər. Jurnalist qeyd edib ki, Kopenhagen 4 müxtəlif taktiki sxemlə oynaya bilir. Onların klassik 4-4-2 sxemli daha çox İngilis futboluna bənzəyir. Cinahlardan aktiv şəkildə hücum qururlar və əsas təhlükəni məhz oradan yaradırlar. Qarşı tərəf cinah hücumları və dəqiq ötürmələrlə qapı qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışır. Bu səbəbdən onların cinah oyununa qarşı xüsusi diqqətli olmaq vacibdir. Bununla belə, məhz bu oyun sisteminə qarşı Qarabağın tətbiq etdiyi klassik 4-2-3-1 sistemi çox uyğundur. Komandamız topa nəzarətə əsaslanan tiki-takaya bənzər oyun üslubu ilə bu qarşılaşmada da üstünlük qazana bilər. Əgər belə oyun tərzi sürətli şəkildə tətbiq olunarsa, rəqibin müdafiəsində boşluqlar tapmaq mümkün olacaq. Düşünürəm ki, Qarabağın Benfica səfərində qazandığı tarixi qələbəni uğurlu bir seriyaya çevirmək üçün əla şansı var. Əlavə edək ki, qarşılaşma oktyabrın 1-i saat 20:45-də start götürəcək. Maçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.